Nobody likes Democrats anymore. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump bu dəfə müxalifət liderlərini ələ salmaqla gündəmə gəlib. O, sosial mediada paylaşdığı videolarda süni intellektdən istifadə edib. Sentyabrın 30-da Ağ Evdə hökumət böhranını müzakirə etmək üçün Demokratlar Partiyasının konqresdəki liderləri hakim Jeffries və Chuck Schumeri qəbul edən Trump görüşdən sonra onların süni intellektə düzəldilmiş videosunu paylaşıb. Videoda Jeffries Meksikalıların ənənəvi papağı olan sombrero və uzun bığla təsvir olunur. Onun yanında dayanan Schumer isə seçicilərin artıq onlara inanmamasından gileylənir. Jeffries paylaşımı iqçi adlandırıb. Schumer isə prezidenti böhran vaxtı özünü 10 yaşlı uşaq kimi aparmaqda günahlandırıb. Trump isə dayanmayıb. Növbəti gün o Jeffries'in televiziyaya müsahibəsindən çıxarış edərək yenə də rəqibini sombrero və bığla təsvir edib. Bu dəfə isə Trump və klonları arxa planda gitar çalaraq peyda olub. Oktyabrın 3-də isə o, Oval ofisdə qarşısında əyləşən Jeffries'in başına Trump 2028 yazılı papağa atdığı video paylaşıb. Bunların fonunda isə shutdown adlandırılan hökumət böhranı işə düşüb. Konqresdəki respublikaçılar və demokratlar yeni büdcə üstündə razılığa gələ bilmədiyinə görə hökumət işçiləri faktiki olaraq məzuniyyətə göndəriliblər. Oktyabrın 1-də mətbuat brifinqdə vitse-prezident James Vance jurnalistlərdən birinin sualına cavab olaraq Trump'ın paylaşımlarının iqçi olması fikrini rədd edib. O deyib ki, bu paylaşımlar sadəcə gülüş üçündür.